Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 16. günü hamımız için mübarek olsun. Allah bu ayın hürmetine bizleri bağışlasın inşallah. Allah Teala Kur'an'da belə bir ayədə nəql eləyir ki, Bismillahirrahmanirrahim. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an hudan linnâsi və bəyyinatin minəl hüda vəl furqan. Allah Teala buyurur ki, Ramazan ayı bir aydır ki, bu ayda Allah Kur'an'ı nazil edib, Kur'an'ı gönderib. Bu ayda insanları aşkar hidayət edib ki, heç bir bəndə bəhanə gətirməsin ki, bu şeyi bilmədim, o şeydən xəbərim olmadı, o şeyi görə bilmədim. Allah Taala'nın özü bu ayədə buyurur ki, mən bu Qur'anı bu ayda göndərdim və insanları açıq-aşkar hidayət etmək üçün. Və Qur'anın əsas önəmli məsələlərindən də biri budur ki, haqla batili ayırt edən, haqla batili seçim edən bir kitabdır. Allah bu ayda əzəmətli Ramazan ayında Qur'anı nazil edib ki, bu ayın hörməti kimi heç bir ayın hörməti, izzəti Allah yanında yoxdur. Peyğəmbər əleyhissalam nəql edir ki, İnnəmə summiyər Ramazan li'annəhu yurmizuz zunub. Çox gözəl bir hədisdir ki, Peyğəmbər əleyhissalam buyurur ki, Ramazan adlanıb ona görə ki, bu ayda Allah Teala insanın günahlarını yandırır. Hatta hədislər var ki, imamlardan hər kəs bu ayda gözəl oruç tutsa, ibadət itaat etsə, bədəninin, vücudunu bütün günahlardan qorusa, Ramazan ayı qutaran kimin elə bir ki, dünyaya gələn bir uşaq kimin pak və tərtəmiz olar. Allahdan istəyək ki, Allah bu ayda bizlərə tövfik versin ki, ta ki, günahlardan amanda qalaq inşallah. Amma orucun növləri, çünki orucun növləri müxtəlif türdür ki, onlardan biri vacibi oruçlardır. Vacibi oruçlar Ramazan ayının oruçlarıdır və bəzi oruçlar var ki, inşallah növbəti videomuzda siz qardaş bazılara çatdıracağıq. Əsas önəmli vacib və o vacibi tərk edərsənsə boyuna kəffarə və günah gələn oruc Ramazan ayının orucudur. İkinci, müstəhəbb oruçlardır. Məsələn, Şəban ayı, Rəcəb ayının oruçları kimin. Üçüncü, məkruh oruçlardır. Yəni, bəyənilməyən oruçlardır. Bəzi insanlar var, görürsən ki, Aşura günündə gəlirlər, oruç tuturlar. Aşura gündə oruç tutmaqlıq olmaz. Aşura gündə oruç tutmaqlıq məkruhdur. Allah məsləhət görmür ki, insan həmin günü oruç tutsun. Dördüncü isə mühümtərin bir məsələ oruçlarından biridir ki, haram oruçlardır. Yəni, insan istəyər ki, savab qazansın, oruç tutar, günah edər, orucu batil olar. Onlardan biri Fitr bayramının namazıdır. Yəni, Fitr bayramı günü biri Şəvval, oruç tutmaqlıq haramdır və günahdır. Əgər hər kəs o günü oruç tutarsa, bir ay tutduğu orucun hamısını o bir günün orucu haramla yuyub aparar və əli boşda qalar. Ona görə də Şəvval ayının biri, yəni Ramazan ayının axır gün orucuna insanlar çox diqqət eləsinlər. Birdən görsən ki, indidən deyirlər, Ramazan ayının bayramı filan gündür. Yox, qardaş, filan günü heç kəs deyə bilməz aydan başqa. Əgər ay görsən filan vaxtıdır. Görə bilməsən ehtiyatdır ki, orucu sındırmayasan. Və ikinci qurban bayramı günü, yəni Zilhəccənin 10-u günü ki, qurban kəsilir. Həzrəti İbrahim əleyhissalam ki, İsmail əleyhissalam ki, qurbanlığı apardı və qurban kəsdi. Həmin günü Zilhəccənin 10-u günüdür ki, insan o günü oruç tutsa, haram iş görür və savab əvəzinə günah edər. Bəs bu, orucun növlərinə qardaş bazılar diqqət eləsinlər.
Bir dənə də önəmli bir məsələ budur ki, orucun niyyəti haqqında. İnnəmə əmalı bin niyyat. Yəni bütün əməllər ya bin niyyət, bütün əməllər niyyətə bağlıdır. Əlbəttə insan lazım deyil ki, gündə dura deyər ki, bu gün Ramazan ayının orucunu tuturam qurbətən ilallah. O bazı qardaş-bacılar var ki, görsən namazlarında durur üzü qibliyə, deyir üzü qibliyə dururam, niyyət eləyirəm, 2 rəkət sübh namazı qılıram, vacibdir, qurbətən ilallah. Bunlara ehtiyac yoxdur. Sübh namazı qılıram, qurbətən ilallah, tamam. İndi niyyət budur. Yəni ehtiyac yoxdur ki, insan hər gün dura, deyə Allahım bu günün orucunu tuturam qurbətən ilallah, Ramazan ayının orucunu tuturam qurbətən ilallah. Buna ehtiyac yoxdur. Yəni insan səhərdən axşama əgər Allah rızası üçün, Allahın rızası üçün orucu batil edən yeməklikdən, içməklikdən və günahdan özünü pəhriz saxlasa, bunun özü niyyətdir ki, inşallah ki, Ramazan ayının niyyətidir. Qəlbindən keçirsə ki, elə bu günləri inşallah ki, durmuşam, oruç tutacam, qurbətən ilallah, bunun özü niyyətdir ki, qardaş-bacılar bu şeydə diqqət eləsin inşallah. Allahım bizləri bağışla, ata-anamızı bağışla, bizləri düz yola hidayət elə, cəmi şəhidvallarımızın ruhunu şad elə, cəmi qazilərimizə şəfa inayət elə, cəmi əskərlərimizi qoru, şəhidvallarımızın ruhunu şad elə, ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar elə və ağamız İmam Zaman Aleyhisselamın ruhunu təcil elə. Allahum əccilli vəlikəl fərəc və salli alə Muhammed və ali Muhammed. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.